Azena Talk podkastına xoş gəlmisiniz. Bugünkü qonağımız 25 illik televiziya təcrübəsi olan, həm də peşəkar təcrübəsi. Teleaparıcı, rejissor, rəqəmsal proqramların qurucusu Siyavuş Hüseynli. Xoş gəldiniz Siyavuş müəllim. Xoş gəldin. Necəsiz? Çox sağ olun, təşəkkür eləyirəm. Yaxşı olasınız. Siyavuş müəllim, əvvəla təşəkkürümü bildirirəm ki, dəyərli vaxtınızı bizə sərf eləmisiniz. Bugün bizim qonağımızsınız. Nə gözəl. Siyavuş müəllim, sizi təqdim etmək üçün uzun bir çıxış hazırlaya bilərdim. Çünki 25 illik peşəkar bir fəaliyyətiniz var. Amma istərdim özünüz deyəsiniz ki, bu 25 illik fəaliyyətdə ən önəmli sizin vizit kartınız hansı layihəniz olub yadda qalan? Əvvəla təşəkkür eləyirəm dəvətiniz üçün. Mən Real Vətən layihəsi ilə son 6 ildə Azərbaycan bölgələrini gəzirəm, çəkirəm, turistik bölgələri və onları təqdim eləyirəm. Hər dəfə bir rayona ya bir bölgəyə gedəndə deyirəm ki, bax bu göl bu bölgənin vizit kartıdır və yaxud bu qala. O da ona görə ki, o neynənsə seçilir, fərqlənir, onun hansı bir dəyəri var, hansı ki ölçülmür. Ona görə də onun adını qoyursan vizit kartı. Biz 3 dost 98-ci ildə soyadlı bir production yaratdıq və televiziyalara başladıq proqramlar istehsal edib verməyə. Və bu müddət ərzində sən nə qədər də yaxşı iş görsən, sən qonaqsan kanalda. Ona görə də sən maksimum elə bir şey hazırlamalısan ki də etirazsız filansız bu layihə qəbul olunsun. Ondan sonra onun maliyyəsi haqqında düşünülür ki, bu nə qədər gəlir gətirəcək və s. Bizim elədiyimiz layihələr gətirir nəyə görə vizit kartına. Elədiyimiz layihələr zaten hər biri bir vizit kartı olmalıydı. Çünki bizim başqa variantımız yox idi. Ona görə də hazırladığımız proqramlar demək olar ki, Azərbaycan teleməkanında olmayan proqramlar idi. O dövrdə ümumiyyətlə qıtlığı idi. Misal üçün Çalçağır şovu böyük bir 2 saatlıq proqram idi, canlı idi. Aparıcıları çox sevilən, çox gözəl özlərini təqdim eləyən, qonaqları çox məşhur ulduzlar idi. Aparıcılar Dilarə Əliyeva, rəhmətli Topuş bacı, Tünzalə Əliyeva, Ülviyə və bu proqram, ondan sonra hazırladığımız Yeni Ulduz proqramı hansı ki, bu həm jüri şousuydu, həm gənc istedadları gətirirdi və yaxud da ondan sonra hazırladığımız Xalq Ulduzu proqramı bu tamam fərqli, öz rəngi, öz dekoru, öz münsiflər heyəti olan bir proqram idi və hər birinin öz dəyəri var idi. Və hər biri teleməkanda çox fərqli və yeni idi. Ona görə də onların vizit kartı olmama şansı yox idi. Bu proqramlar idi. Son vaxtlar isə hətta bizim çəkdiyimiz Üç Bacı serialı var idi. Bu bir komediya serialı idi. O da bu günləri o standartı hələ də təkrar eləyən bir serial yoxdur. Çünki o serialın həcmi böyük idi, maliyyəsi böyük idi və komanda çox gözəl komandaydı. İstedadlı komandaydı. Və son illər çəkdiyimiz, hazırladığım Real Vətən layihəsi, bu turizm, Azərbaycan Dövlət Turizm Agentliyi ilə Real Televiziyasının birgə layihəsidir. İdeya müəllifi dostum Yaşara məxsusdur və o da layihənin rəhbərlərindən biridir. Layihənin özəlliyi ondadır ki, yəni o layihəni də mən vizit kart deyə ona görə deyə bilərəm ki, mən özüm Azərbaycanlı olaraq Azərbaycanın elə yerlərində oldum ki, o yerləri demək olar ki, heç orada yaşayan görməyib. Ona görə də çox adam deyirdi ki, yəni misal üçün də bir Zaqatala deyə bilərdik. Yəni Zaqatalada belə yer var və yaxud da Gədəbəydə yəni belə yer var və yaxud Şabranda və yaxud Ağsuda belə bir kənd var, dağ kəndi. Və onları tapıb çəkmək, üstəgəl də o bölgələrin həm turizm imkanlarını ortaya qoymaq, həm yayını, həm qışını çəkmək bu layihəni fərqli eləyirdi. Ona görə də biz bu halda ona da bizim soyun, mənim vizit kartım deyə bilərəm. Nə gözəl. Siyavuş müəllim, bu dövrdə çox aparıcılar bilirəm ki, televiziya hazırlamısınız. Təxminən bilirsinizmi, neçə aparıcı hazırlamısınız? Hazırladığınız teleaparıcılarla bugünkü aparıcılar arasında çoxmu fərq var? Yaxşı aparıcı anlayışı var. O sizin üçün nədir?
25 ildən çoxdur televiziya sahəsində çalışıram, əsasən də əyləncə sektorunda. Və bu müddət ərzində 50-dən çox proqramımız olub, əyləncəli proqramlar olub, yarış proqramları olub və tanıdığınız indi bugün gündəmdə olan bir çox aparıcılarla işləmişəm. Onların bir çoxu ilə hətta ilk efirlərini mən başlamışam. Mənlə başlayıblar. Yeni Ulduz layihəsində İlkin Həsəni, ondan sonra Kəmalə Piriyeva ilk proqramını bizlə başlayıb. Xalq Ulduzunda Zahir Baxşəliyev, Kamilə Babayeva, Dilarə Əliyeva, Tünzalə Əliyeva, Ülfiyə Əliyeva, Əkbərlə və son vaxtlar işim Mətanət Əliverdiyeva ilə oldu. Beşgəlin layihəsi idi. Ondan başqa bizim bir şou proqramımız da var idi. Onu aparırdı. Hətta müğənnilərlə də aparıcı kimi işləmişəm. Aparıcıların mənə görə ən birinci növbədə əsas xüsusiyyəti onun səmimi və dürüst olmağıdır. Əgər gördüyün işdə səmiminsənsə və işinə, özünə güvənlisənsə, o zaman sənin işləmək rahatdır. Çünki istənilən, sən başa düşürsən ki, çətin vəziyyətdə, qonaq səni çətin vəziyyətə sala bilir, o vəziyyətdən çıxacaqdır. Sən ona güvənirsən. Təbii ki, o da sənə güvənir, o bilir ki, sən nə qədər bu işə hazırlıqlısan, o çətinə düşsə, sən nə qədər kömək eləyə bilərsən, bu da vacib şərtdir. Və bir də siz bir dalğada olmalısınız, bu vacib şərtdir. Bir dalğada işləyəndə, onda hər proqramdan sonra siz bir-birinizi təbrik eləyəcəksiniz və yaxud da balaca gülümsəyəcəksiniz ki, bu gün alındı. Bugün bu işi bacardıq biz. Bəzən bizi izləyən stomatoloq, bəzən yox, çox auditoriyamız stomatoloqlardır. İndi olan maraqlı ola bilər ki, niyə bugün Siyavuş mənim bu proqramdadır, bu podkastdadır. Biz bilirsiniz ki, Aziyana şirkəti olaraq həkimlərin sosial şəbəkələrini idarə edirik və bu prosesdə çox akademik səviyyəsi ən üst olan, insani keyfiyyəti yüksək səviyyədə olan həkimlərimiz var. Və zaman-zaman biz onları auditoriyanın tanış eləmək istəyəndə ilk eşitdiyimiz mən televiziyada çıxış eləmək və yaxud da ki, kamera qarşısında çıxış eləmək istəmirəm. Düşündük ki, o cür dəyərli insanları, mən onlara dənizin dibindəki mirvari kimi baxıram. O insanları biz dənizin üzərinə çıxmalıyıq. Dənizin üzərində auditoriyanın qarşısına çıxartmalıyıq ki, sosial şəbəkədə bugün əxlaqi dəyərlər, mənəvi keyfiyyətli aşağı olan insanlar demək olar ki, gənclər tərəfindən tanınır, populyardılar. Bəs niyə bu stomatoloqlar tanınmasın? Niyə bir stomatoloq kamera qarşısında çəkinsin? Və düşündük ki, ən yaxşı bu işi illərdir peşəkarcasına bilən bir insan olmalıdır ki, onları kamera qarşısına hazırlasın. Və bilirəm ki, ilk dəfə kamera qarşısında özüm də bu yoldan keçmişəm. Kamera qarşısında çıxan insan çox həyəcanlanır. Bilmir necə aparsın, bədən dili, jest, mimika, bütün bunlar çox önəmlidir. Necə düşünürsünüz Siyavuş müəllim? Bugün bir həkimi biz çıxartmaq istəyirsə sosial şəbəkədə, danışdırmaq istəyirsə, hansı hissləri keçirəcək ilk öncə? Siz bunu daha yaxşı bilirsiniz, çox hazırladığınız üçün. Orada nə baş verir və kamera arxasında onu izləyənlər də onu anlayırmı? Əslində, bu birinci biz müəyyən eləməliyik ki, qorxu nədir, həyəcan nədir? Biz bəzən qorxu ilə həyəcanı qarışdırırıq. Qorxunu dəf eləmək mümkün deyil. Çünki bu bir enerjidir. Bu bizim bədənimizdə o vaxt yaranır ki, o vaxt biz diqqət mərkəzində oluruq. Üzr istəyirəm. O vaxt biz diqqət mərkəzində oluruq. Bu da zaman-zaman bizim öyrəşdiyimiz bir müdafiə sistemidir. Yəni əvvəllər ova çıxıblar, ibtidai insanlar, fikir verməyiblər, şir, pələk bunu tutub aparacaq və bir günləri birini aparıb, o birisi görüb onu, başa düşüb ki, mərkəzdə dayanmaq olmaz. Və illərlə zaman-zaman bu kod bizim beynimizə yazılıb. Və bədən belə situasiya görən kimi, diqqət mərkəzində olduğunu görən kimi, o saat beyin deyir ki, qaç oradan. Və sənin bütün hisslərin, emosiyaların qapanır. Ramiz Rövşən bir sözü var ya, bağlandım qapı kimi. Bütün qapıları bağlayırıq, heç kimi yaxını buraxmaq istəmirik. Amma biz beynimizi bu qorxu ilə yaşamağa öyrədə bilərik.
Biz onları yox eləyə bilmərik, bu mümkün deyil. Amma biz onu, o enerjini istədiyimiz formada, istədiyimiz yerə yönəldə bilərik. Bunun üçün təlim mövcuddur. Təlim əslində böyük bir tədris proqramının qısaldılmış versiyası və yaxud da çəkilmiş, belə deyək, onun şirəsidir. Bu şirəni isə hazırlamaq üçün gərək sənin müəyyən bir təcrübən olsun. Misal üçün, mən Yeni Ulduz layihəsində 250-yə yaxın gənc ifaçı ilə ünsiyyətdə olmuşam. O filmdə deyirik, onlara necə durmağı, necə danışmağı öyrətmişəm. Və bu prosesdə sən özün də öyrənirsən, sınaqlar eləyirsən, səhv eləyirsən və yenidən onu bir də eləyib düzəldirsən və müəyyən təcrübə toplayırsan. Zaman-zaman bu sahədə çalışdığın üçün öyrəndiyin, yığdığın təcrübə sənə imkan verir ki, bax belə bir uzun bir tədris prosesinin şirəsini çıxardasan. Ona görə deyirlər ki, hər adam təlim deyə bilir, amma hər adam təlimi yarada bilmir. Bunun üçün müəyyən bir sən təcrübəyə söykənməlisən, mütləq. Və onun nəticəsində biz 1 aylıq, 8 dərslik belə bir proqram hazırlamışıq. Ki, kamera qarşısında, auditoriya qarşısında fərq eləməz 2 nəfərin, 100 nəfərin qarşısında, 1000 nəfərin qarşısında çıxış eləmək üçün bizə nə lazımdır, biz hansı yolu keçməliyik və bu mümkündürmü? Əvvəlcədən onu deyim ki, bu mümkündür. Mümkün olmayan bir şey yoxdur, ona görə ki, bu bir bacarıqdır. Yəni, hər adam anadan natiq doğulmur və yer üzündə minlərlə insan var ki, bu yolu keçib. Demək ki, bunu keçmək mümkündür. Sadəcə olaraq buna biraz vaxt və biraz da cəsarət tələb eləyir, ayırmaq lazımdır. Bu eynən liderlik xüsusiyyəti kimi də elə başa düşürəm. Çünki adətən deyirlər ki, bəzən iki fikir var, lider doğulur, bəzən də lider qazanılan bir xüsusiyyəti deyirlər. Kamera qarşısında çıxış xarakteri var elə bir həkim deyir ki, mən kamera üçün deyiləm. Sizcə bu doğrudan xarakterlə bağlıdır, yoxsa onu deyən, ona inanan həkimi də bir neçə təlimdən sonra kamera qarşısına rahat şəkildə çıxarda bilərikmi? Yəni, öyrənilə bilən bacarıq, düz başa düşdümsə sizi. Həmişə qaç buradan, bura sənlik deyil deyə düşüncə olacaq və adamlar onu müxtəlif formalarda ifadə edirlər. Kamera mənlik deyil, səhnə mənlik deyil, ay ürəyim gedər, ay başım gicəllənər, sözü unudaram deyə belə bir müdafiə sözləridir bunlar. Amma istənilən adamı səhnəyə də çıxartmaq olar, kamera qabağına da çıxartmaq olar, rahat şəkildə danışdırmaq da olar. Siz o adama fikir verin, o adamı qıraqda danışdırın. Çünki birinci niyəsini müəyyən eləmək lazımdır. Mən niyə kamera qarşısında danışmalıyam? Əgər mən inansam ki, bu mənim danışığım kiməsə fayda verəcək və bunu mən daha yaxşı bilirəm və mən özümü göstərmək üçün deyil, fayda vermək, insanlara bu məlumatı çatdırmaq üçün çıxmışam. O zaman siz çıxışınıza biraz başqa cür yanaşacaqsınız. Yəni, siz çıxışınıza yanaşmağı formasını dəyişməlisiniz, məzmununu dəyişməlisiniz. Əks halda mənə baxırlar qorxusu sizi bəlkə də qazanacağınız uğurdan sizi uzaqlaşdıra bilər. Siz rahat şəkildə öz uğurunuzu başqasına verə bilərsiniz. Amma bəlkə də siz bunu keçsəz, bugün durduğunuzdan yerdə daha yüksəkdə dayana bilərsiniz. Bu da mümkündür. Bəs sizcə, kamera qarşısından qaçan həkimlərdə qorxu faktoru kimi hansını görürsünüz? Bilgi azlığı, yoxsa özgüvən azlığı? Əgər hansısa bir həkim, misal üçün diş həkimi çıxıb dişdən və yaxud da implantdan danışırsa, bu o deməkdir ki, artıq bunun bilgisi var. Əks halda o kamera qarşısına çıxmaz və ya siz onu dəvət eləməzsiniz. Və yaxud da özü deyər ki, mən niyə danışmaq, mən arxitektoram, mən memaram. Demək ki, siz bu barədə nəsə bilirsiniz. Demək ki, burada ekspertliyi qoyuruq qırağa. Buradan ikinci məsələ nə gəlir? Özgüvən. Siz əgər güvənsəz və siz psixoloji olaraq bu məsələyə yanaşmanızı dəyişsəz, siz çox rahat şəkildə, istər kamera qarşısında, istər böyük bir auditoriya qarşısında, istər bir məclisdə rahat danışa bilərsiniz.
Çalışmam. Biz bu sizdən bu layihəni başlamaq istəyəndə söhbət etdik, bəzi nüanslara toxunduq və sizlə belə bir qərara gəldik ki, gəlin bir neçə həkimi analiz eləyək görək, sosial şəbəkədə onların buraxdığı səhvlər nələrdir? Siz analiz eləyəndə sizcə ilk səhvlər nələrdir sosial şəbəkədə həkimlərin buraxdığı? Birinci növbədə o qədər özgüvəni adam itirir ki və o ilə bərabər insan səmiyyət itirir. Nə qədər səmimi olsan, bir o qədər səni dinləyib qəbul eləyəcəklər. Bu tək duruş, baxış, gözün, üzün ifadəsi deyil. Bu sözdə də özünü göstərir, mətndə də özünü göstərir. Misal üçün, həkimin yanına gedirsən, həkim deyir ki, sənin problemin bu terminlərdən istifadə edir. Deyirəm, bunu başa düşdüm. İndi mənim dilimdə izah elə. Hansı ki, mən 6 il tibb universitetini oxumamışam, tibb terminləri haqqında məlumatım yoxdur. İndi mənə izah eləyin görün, mənim problemim nədir? Ondan sonra başlayır izah eləməyə, anlaşılıqlı dildə izah eləməyə ki, mənim problemim nədir? Bir çox həkimlər çıxış eləyəndə çalışır bu terminlərdən ona görə istifadə eləsin ki, mənə filan professor, mənə filan alim baxır və yaxud mənə filan kolleqam baxır. Onda qərarlaşın. Siz kolleqanız üçün danışmaq istəyirsiniz kamera qarşısında, yoxsa sizi deyib gələn müştərilər üçün, pasiyentlər üçün və yaxud da fayda verəcəyiniz insanlar üçün. Əgər kolleqanız və yaxud hansısa professor üçün danışmaq istəyirsinizsə, ən yaxşı yol o professora zəng eləyin, onu bir kafeyə, restorana dəvət eləyin, orada onunla terminlərdən nə qədər istəyirsiniz danışın, özünüzü sübut eləyin. Amma kamera qarşısına çıxanda siz əgər müştəri üçün danışırsınızsa və yaxud adi bir tamaşaçı üçün danışırsınızsa, onda zəhmət olmasa dilinizi sadələşdirin. Yəni, niyənizi tapın və ona uyğun çıxışınızı qurun. Çox gözəl izah elədiniz. Bizim yaralı yerimizdir. Content menecerimiz xüsusən də stomatologlar üçün yaradanda çox sadə dildə izah eləyir və mətni yazır. Bizim suflör aparatımız var. Mətni yerləşdiririk ki, ilk çıxışda həyəcan ola bilər. Həkim rahat şəkildə mətni oradan da oxuya bilsin. Və görürük ki, həkimdir ki, çox sadə dildə yazılıbdır. Bu başlayır terminlərlə danışmağa. Deyirəm ki, siz düşünün ki, mən 20 ildir dental sektordayam və mən belə sizin danışdığınızı başa düşmədim. Pasiyent başa düşməyəcək. Onların başa düşəcəyi dildə demək lazımdır ki, həm informativ olaraq biz faydalı olaq, qarşı tərəf doğrudan da o məlumatı alsın və hər hansı bir həkimin yanına, hansısa həkimin yanına gedəndə məlumatlı şəkildə getsin, vaxt itirməsin. Nə həkim, nə də pasiyent. Sizin o nüansları incələməniz çox xoşuma gəldi. Bu barədə bizim proqramın içərisində xüsusi кейslər də var. Həkimin özünün dilindən yazılmış, xüsusi terminlərlə hazırlanmış mətn və bir də sadə mətn. Bilirsiniz, çox vaxt insana özünü qıraqdan göstərmək lazımdır. Bəzən elə adamlar var ki, biz ona parazit səslər deyirik, parazit səslərdən istifadə eləyir. Hər cümlənin əvvəlində belə ki, mən bu məsələni ona görə qaldırdım ki, belə ki, biz bu məsələni ümumilikdə müzakirə eləyirik, belə ki və bu beləkilər yeri gəldi, gəlmədi istifadə eləyirlər. Bəzən adama deyirsən ki, sən belə kini çox istifadə edirsən də, adam başa düşə bilmir. Fərqində deyil, çünki görməyib özünü. Onu çəkirsən. Ona bir mətn verirsən, onun özünü çəkirsən və sonra deyirsən, indi bax özünə. Adam başlayır özünə baxmağa və yaxud da audiosunu yazın. Heç videosunu yazmayın. Və deyin ki, bu mətni oxu və indi qulaq as. O qulaq asır və başa düşür ki, mən nə qədər belə ki deyirəm. Bu parazit sözlər və yaxud mən nə qədər belə səslərdən istifadə edirəm, hansı ki, bu diqqəti yayındırır, bu sizə adam fikirləşir ki, bu özünü toparlayıb bir söz deyə bilmir. Bu işi necə görəcək? Ona görə də təlim məhz bu çatışmayan cəhətləri aradan qaldırmaq və bizim danışığımızı təmizləmək üçündür. Yəni bizim danışığımız da ekoloji cəhətdən təmiz olmalıdır ki, insanlar bizə inansın. Razıyam. Bir də o nəzərdə çatdırmaq istəyirəm ki, həkimlərimizin təlim boyunca
baş verən proseslər çox səmimi şəkildə, dostcasına, sırf sizin üçün nəzərdə tutulub ki, hansı problemlərlə rastlaşırsınız və orada sadəcə kamera qarşısında çıxış yox, bildiyim qədərilə Siyavuş müəllim bir həkimin bədən dili, jestləri, danışıq tərzi yalnız kamera qarşısında yox, pasientlə söhbət edərkən belə necə daha güvənli şəkildə bunu danışmalısınız. Çünki bilirsiniz ki, qarşı tərəfə təsir etmək və inandırmağın 70% bizim bədən dilimiz, jestlərimiz, bizim özümüzü necə göstəriyi ilə asılıdır. 20% bildiyim qədərilə burada səs tonu, cəmi 10% dediyimiz söz önəmlidir. Ona görə hər şey bir sanki kompleks şəkildə öyrənilməlidir. Buna istəyirəm toxunasınız. Burada proqramda nələrə toxunacaqsınız? Mən qısaca izah elədim. Bəli. Bədən dili ilə bağlı bir şey demək istəyirəm ki, nəyə görə deyirəm təlim, yaxşı təlim o vaxt qurulur ki, sən müəyyən bir təcrübə toplayırsan. İncəsənət Universitetində, mən İncəsənət Universitetini bitirmişəm. Dram teatr və kino aktyorluğu fakültəsi, 4 il teatrda işləmişəm. Ondan sonra televiziyaya gəlmişəm. Bu müddət ərzində öyrəndiklərim, toparladıqlarım odur ki, bizə həmişə deyirdilər ki, mütləq müşahidə edin. Mən sizinlə danışıram, məndən asılı deyil. Mən sizi müşahidə edirəm. Əlinizi necə qoyursunuz, necə baxırsınız, necə danışırsınız. Operatora baxıram, görürəm necə hərəkət eləyir, necə baxır və s. və l-axır. Bu adamın canına oturmuş bir vərdişdir. Həkimlə bağlıdır. Misal üçün, mən özüm həkimə gedəndə mən görürəm ki, həkim mənə baxmırsa, ümumiyyətlə fikri məndə deyilsə, mənə danışa-danışa nəsə telefonda axtarırsa və yaxud nəsə yazırsa və yaxud köməkçisi ilə ünsiyyətdədirsə, mən oradan çox güvənsiz çıxıram. O həkimdən ayrılıram. Çünki o həkim mənə bir dalğaya qoşulmadı. Göz kontaktı çox vacib şərtdir. İnsanlar onda sənə daha çox inanır. Ola bilər sənin fikrin bəzən başqa yerdə olsun, amma göz kontaktı bizi əmin eləyir ki, siz mənimlə bir dalğadasınız. Sizin mənə yönəlik danışığınız, bu məni əmin eləyir ki, mən düz yerə gəlmişəm. Mən sizə etibar eləməyə başlayıram. Nəinki siz məni soyuqqanlı qarşılayırsınız, soyuqqanlı hərəkətlər edirsiniz, mənə doğru deyilsiniz, yönəlməyibsiniz. Bu vacib şərtdir. Bu bədən dilinin əsas şərtlərindən biridir. Biz çox vaxt sözdən çox bədənimizlə danışırıq. Ümumiyyətlə bu belədir. Ola bilər ki, mən səhnəyə çox şey bilim, çıxım çox şey danışım. Amma səhnədə əyilməyim, büzülməyim, bükülməyim, güvənsiz duruşum mənim dediklərimi alt-üst eləyəcək. O zalda heç bir güvən və etibar yaratmayacaq. 3 dəqiqədən sonra hamı kim öskürəcək, kim telefonda oynayacaq, kim durub çıxıb gedəcək. Hətta mahnı var, nə dediyin deyil, necə dediyin önəmli. Bəli. Bu çox önəmlidir. Biz bədən dilindən danışdıq. Bildiyim qədərilə təlimdə, biz sizin bir təlimdə olarkən siz bizə nəfəs texnikalarını və enerjinin çox önəmli olduğunu deyirdiniz. Bəli. İstəyirdim bura toxunaq. Enerji mənim ən çox qarşı tərəfdə gözlədiyim eyni dalğada olaq, enerjisi yüksək olsun. Bəzən enerji vampirlərinə də rast gəlirik. Çox istərdim ki, onlara belə güzgü effekt olum, onlara belə izah edeyim ki, bu yaxşı bir şey deyil, enerjini dəyiş. Bu insan bunun fərqində olurmu? Dəyişilə bilən bir şeydirmi? Negativ enerjili insanlar olur bəzən. Bəzən fərqində olmadan enerjisi düşük olur, negativ deməyim düşük enerjisi olur. Bunu necə həll eləyəcəyik? Biz Çal-Çalıq şouda Azərbaycanın ən tanınan, ən parlaq ulduzları bildiyimiz bütün müğənniləri, aktyorları dəvət edirdik. Hamısı ilə işləmişik qonaq qismində və hər dəfə proqramdan sonra aparıcıdan soruşanda ki, necəsən? O əgər deyirsə ki, bugün çox yaxşıyam. Bu o demək ki, qonaq onu müsbət enerji ilə doldurub. Və yaxud da çıxırdı, deyirdi ki, ay, nə ağır keçdi. Mən buna bu qədər hazırlaşmışam, amma çox ağır keçdi. Elə bil ki, mən 2 saatı yox, 6 saatdır canlı efirdəyim. Çünki qonaq onun enerjisini çox sürətlə alıb. Yəni enerji nədir? Sən
hisslərini, bildiklərini, həyəcanını, emosiyanı ötürməlisən. Eyni zamanda da onu geri almalısan. O vaxt sən alqış deyə enerjini geri alırsan ki, sən ona yaxşı bir enerji ötürübsən. Enerjisi isə faydalanır, daha doğrusu formalaşır sənin hazırladığı materialdan. Sən materiala nə qədər hazırsan, nə qədər bilirsən və sən harda hansı vurğunu vuracaqsan, hansı fikri ötürməlisən, bütün bunlar hamısı səndə bir enerji yaradır. Çıxış eləyim, indi mən bunu deyəcəm, indi biz necə çıxış eləyirik? Mən indi buna toxunmalıyam, bunu deməliyəm. Məndə enerji müsbətdir, çünki proqram hazırdır. Mən gözləyirəm ki, kimsə gəlsin, o bir aylıq təlimi ona keçim. Eyni zamanda mən həm də bundan həzz alıram. Çünki bildiklərimi, mən nəyə görə təlimlərə başladım? Toğrul müəllimin yanına bir gün gəldim. Dedim ki, mən bu sahədə, natiqlik sahəsində çox şey bilirəm, çox şey öyrənmişəm. Amma indi bildiklərim mənim bədənimdə dayanmır. Mən onu ötürməliyəm. Bunun üçün mən istəyirəm təlim deyim. Onda mənə dedi ki, bir forma, bir mexanizm varımdır. Dedim, yox. Karkas yoxdur. Yoxdur, bir sistem yoxdur. Onda təklif elədi ki, təlimçilər üçün təlim bir kurs var, 3 aylıq kursdur. Dəvət elədi. Ora mən getdim və orada gördüm ki, bəli, bildiklərim az deyil, çoxdur. Amma bunları bir muncuq kimi düzmək, bu sistemi mən bilmirəm. Orada onu öyrəndim. Bax, və mən buna böyük həvəslə gedirəm. Bu həvəs məndə enerji yaradır. Və mən o enerjini çalışıram bədən dilimdən, baxışımla, səmimiyyətimlə, səs tonumla sizə çatdırım. İşin içində müşahidə etdiyim qədərilə niyyət çox önəmlidir. Bəli. Məsəl üçün bir insan qarşı tərəfindən danışarkən ora verdiyi tövbəni, o qarşı tərəfdəki baş təlimdən sonraki dəyişəcək bir necə deyim, fərqindəliyi görmək insana başqa cür zövq verir. Mən özüm həm təlimçilər üçün təlimi keçdim, həm sizin təliminizi keçdim, speak up təlimini. O qədər böyük insight, fərqindəliklər yaşadım ki, mən dedim ki, bunu mənim həkimlərim də yaşamalıdırlar. Bu çox gözəl hissdir. Əvvəla təşəkkür edirəm bir daha sizə. Çox sağ olun. Düşünürəm ki, lazımdır və niyyət də burada çox önəmlidir ki, gördüyümüz iş doğrudan da faydalı işdir, lazımlı işdir. Çünki dövr elə bir dövrdür ki, nə qədər bilik və bacarığa sahib olursan ol, əgər bunu doğru şəkildə təqdim edə bilmirsənsə, bu bilik və bacarığın sadəcə çox az bir sadəcə üzəüz səni görən insanlara təsir edə biləcəksən. Amma doğru şəkildə təqdimat, bura faydalı olmaq bu xüsusi zövq elə bilir. Yəni əhatə dairəsini genişləndirmək və üzə çıxmaq lazımdır. Təbii ki, üzə çıxmaq lazımdır. Düşünün ki, bu yaxında bir həkimlə görüşdük. Görürdüm ki, həkim sosial şəbəkədən uzaqda sadəcə olaraq bizə müraciət eləmişdi və yaşca da böyük həkim idi, hardasa 60 yaş üstü idi. Mən anlayırdım ki, o sosial şəbəkəyə hələ hazır deyil və çox maraqlı oldu. Dedim ki, belə bir söhbət keçdi ki, doktor, sizcə pasiyentə sizi harda axtarmalıdır? Məsəl üçün, mən bilirəm ki, siz yaxşı həkimsiniz, amma siz heç yerdə adınız yoxdur, mən sizi harda tapa bilərəm? Deyir ki, bilirsən necə olur? Mən birinin dişini düzəldirəm, gedir qonşunun yanında deyir, qonşun tərifləyir. Deyirəm ki, qonşunun dişini düzələsi, gedib qonşunun dişini ağrıyıb ona məsləhət görəsi, bir gecədə siz milyonların qarşısına çıxa bilirsiniz. Ən pis halda 200 min insanın qarşısına çıxırsınız. Siz evdə yatırsınız, amma sizin səhifəniz sizin əvəzdə sizin kanalınızdır. Sizi reklam eləyir orada. Evet. Yəni dövr bu dövrdür. Artıq həkimlərimiz də bunu öyrənməlidirlər, düzgün şəkildə istifadə etməlidirlər və biz onlara yardımcı olmalıyıq. Nə gözəl. Bir də bilmək istərdim ki, biz çıxışları hazırlayırıq. Buradakı onlar üçün bir strategiya qururuq. Düzgün bədən dili, jestlər, səs tonu, enerji. Bəs necə düşünürsünüz? Bu hamı üçün eynidirmi, yoxsa hər öz fərdi üslubu olmalıdırmı? Elə onu danışdıqca mən fikirləşirdim ki, sual yarana bilər ki, burada yaş məhdudiyyəti varmı? Necə ki, bu fərdidir, fərdi yanaşmadır da, eləcə də burada yaş məhdudiyyəti yoxdur. İstənilən yaş adamı üçün bu bacarığı rahat şəkildə öyrətmək olar. Bizim bir qohumumuz var idi.
70-dən çox yaşı var idi. Bir günlər eşitdim ki, ingilis dilini öyrənir. Akademikdir, qadındır. Dedim ki, Allah rəhmət eləsin, dünyasını dəyişib indi. Dedim, 70 yaşında ingilis dilini nəyə görə öyrənir? Dedi ki, nəvələri ilə danışmaq istəyir. Nəvələri xaricdə oxuyur. Onlar ingilis dilində danışanda bu istəyir ki, o da onlarla söhbətə qarışsın, eləsin və öyrənsin. Və qadın öyrəndi də. Yəni, əgər istək, məram varsa və sən bunu çox istəyirsənsə, sən bunu öyrənə bilərsən. O ki, qaldı bu fərdi yanaşma. Təbii ki, söhbət zamanı birinci təlim, tanışlıq və diaqnostikadır. Sən o adamı yoxluyursan, öyrənirsən, nədən qorxur, niyə qorxur, hansı çıxış onu narahat eləyib, nə vaxtsa çıxış eləyibbi, bunu nə vaxt yaşayıb, hansı şəraitdə yaşayıb. Sən bunları öyrənirsən və ondan çıxış eləyərək yola çıxırsan. O adamla bir yerdə yola çıxırsan və yavaş-yavaş onu sənin getdiyin ümumi bir yola gətirirsən. O yola gələndən sonra, bəli, digərləri üçün olan təlimlər də həm də onun üçündür. Amma birinci iki təlim sırf o insanı öyrənmək və onu bu yola yetişdirib gətirib bu dalğaya salmaqdır. Çünki ondan sonraki dərslər ümumi qəbul olunmuş standartlardır. O bu standartları bilməlidir və keçməlidir. Çünki bu standartlar ona vacibdir. Yəni, istədin, istəmədin, elə dərslər var ki, sən onu keçməlisən. Misal ki, mən İncəsənət Universitetini bitirmişəm. Bizdə tarixdə var idi, rus dildə var idi, dünya ədəbiyyatı da var idi və s. Amma ən vacib olan səhnə hərəkəti var idi, səhnə danışığı var idi, rəqs dərsi var idi və aktyor sənəti dərsi var idi. Bunlar hamı üçün eyni idi. Amma buna qədər sən yavaş-yavaş səni bunlar öyrədirdilər. Səni yavaş-yavaş bura aktyor sənəti, sənin durumunu bu şeylərə öyrədirdi. Və sən sonra bunları, alətləri toplayırdın, sonra gəlirdin bir yola və başlayırdın o yolu getməyə. Yolun sonunda artıq sən sərkərdə idin. Nə gözəl. Siyavuş müəllim, bəzən çox sevdiyim bir söz var, xarizma. Bəli. Bəzən həkim olsun və yaxud da ki, qeyri-həkim sahəsi olsun, deyək ki, xarizmatik insandır. Sizcə bu xarizma anadan gəlmə bir şeydir, yoxsa qazanıla bilən bir şeydir? Siz fikir verin, o adamlara xarizmatik adamlar deyirlər ki, o adamlar birincisi çox şax yerirlər. Duruşları fərqlidir, baxışları fərqlidir və üzlərindən təbəssüm əksik olmur. Bu onlara bir cazibə aurası yaradır. Adam içəri girən kimi salam, belə şax, şux, sanki bir istilik gətirir, sanki bir yaxşı bir enerji gətirir özü ilə. Bu adamlara biz xarizmatik adamlar deyirik. Özgüvənli, pozitiv, gülərüz, bəzən üzü gülməyə bilər, amma bir baxışı, bir duruşu səndə ona qarşı bir simpatiya yaradır. Nəyə görə xarizmatik deyirik? Biz başlayırıq ona simpatiya nümayiş elətdirməyə və yaxud da ola bilər ki, simpatiya nümayiş elətdirməyək. Xoşumuz gəlməyən bir adam olsun, bir siyasətçi olsun, bir ulduz olsun, show biznes adamı olsun. Xoşumuz gəlmir. Amma o adamı qəbul edirsən ki, xarizması var. Çünki o adamın xüsusi bir duruşu, baxışı, özünü ifadə eləmək forması var. Düzgün danışmağı var. Hansı ki, sən deyirsən ki, bax da, adam danışır da, adam necə maraqlı danışır, adam necə duruşu elə adamı özünə cəlb edir. Bu xarizmadır və bu zaman-zaman insanda formalaşan bir xüsusiyyətdir. Ola bilər ki, sən anadan gəlmə xarizmatik olmayasan. Bu mümkündür. Sən sonradan bunu istəyirsən qazanmaq, o da mümkündür. Və sonda toparlasaq, sizcə kamera qarşısında çıxış etməkdən çəkinən, amma təsirli və güvənli bir çıxış etmək istəyən həkimə bir cümlə ilə necə deyərdiniz ki, bu təlimə gəlmək onun üçün vacibliyini hiss etsin?
bir cümlə ilə demək biraz çətin olacaq. Tamam. Siz Çünki- özünüzü rahat ifadə edəcək şəkildə deyin. Çünki bu bir aylıq 8 dərslik və hər dərs 2 saatlıq olan bir təlim və üstəgəl bu süzgəclikdən keçib, şirəsi çıxarılıb, ən belə vacib olan nöqtələrə toxunmaqdır. Əgər həqiqətən də çətindir. Məncə transformasiya keçmək istəyən hər kəs üçündür. Mən belə adlandırardım. Çünki təlimə girəndə Yox, mən çıxanda tapdım. bir, aha. Mən səyahət eləyəndə Azərbaycanın 50-yə yaxın bölgəsində olmuşam. Bu çox səslənir, amma belədir. Və Azərbaycanın bir neçə dağ zirvəsində olmuşam və ən yüksək nöqtə olan Bazar düzündə də olmuşam. Ne gözəl. Hər dəfə bu yüksəklikləri kəşf elədikcə mən o zirvəni kəşf eləmirdim tək. Mən özümü kəşf eləyirdim. Mən yeni bir siyavuş tapırdım. Bax, bu təlimi keçən özünü kəşf eləyəcək. Əgər həqiqətən də yeni bir kimsə tapmaq istəyirsinizsə, yeni bir məni tapmaq istəyirsinizsə, onda əlinizi qoyun ürəyinizin üstünə, rahat şəkildə bu təlimlərə qoşulun. Təşəkkür edirəm. Çox gözəl izah elədiniz. Bir daha minnətdarlığımı bildirirəm ki, bugün vaxtınızı bizim üçün ayırdınız. Çox səmimi bir söhbət oldu. Vaxtın bitdiyini mən də hiss etmədim. Çox sağ olun. Mən sizdən yaxşı enerji aldım. Təşəkkür edirəm. Adətən ayrılandan sonra gün ərzində fikirləşirsən də ki, bunu da deyərdim, gərək bunu da bu suala daha geniş məlumat verərdim. Sonra bir gün günü oyla yaşayırsan. Bu gün hansı ki biz siz də mən də bu günü oyla yaşayacağıq. Bunu dedim, bunu demədim. Amma səhərsi gün bunlar hamısı yaddan çıxır. Yadda qalan bilirsiniz nə olur? Aparıcının ötürdüyü emosiya. Ay, təşəkkür edirəm. Və bu emosiya əgər yaxşıdırsa, pozitivdirsə, ikinci günün də birinci gün kimi maraqlı keçir. Mən əminəm ki, sabah da mənim günüm maraqlı keçəcək. Çünki həqiqətən də mən yaxşı, pozitiv bir aurada sizlə söhbət elədim. Təşəkkür edirəm bir daha. Sağ olun. Minnətdarım. Azina Talk podkastının növbəti çəkilişini bitirdik. Gəlin görüşlərədək.